o hərəkəti ona eləməyin, hərəkətin yeri yoxdur ya Allah'a. Elber ana ben sana bir şey diyeyim. O otelde kaldı. O orada sığınacakta otelde kaldı. Dedemin yolu hakkı. Yemek pişirirdim. Dedim ay Ekber kardeşim düş geldi. Yok otağına marvatta da. Çok terbiyeli uşaq. Yok. Bilirəm. Ben ona baxanda görürəm o insanı. Buram, Çox bir dəqiqə. qabiliyyətli, mərfətli uşaqdır, Allah'a. Ulan bir dəqiqə. Elber ana mən yəqin düz başa düşərsən də. Onda olan abrəya. Bəlkə də əksər qızlarda yoxdur heç. Allah'a and olsun. Elə çox abrəyalı uşaq deyil. Hər şeyində yerin bilən oğlu. Əlbəttə. Rusya ne bileyim düştü de o şey neyini? Bibi, yenə də Allah'a şükür yaxşı qurtardın ki, onlardan sümüyüzə calanmadı da, yenə yaxşı qurtardınız. Ortada uşaq olmadı. Şükür. Yaxşı Allah qurtardın məni yenə də. çox istəyib. Allah üzüvə baxdı. Allah üzüvə baxdı bibi. İmkan vermədi. İnşallah. Bəs hamı mənə tərəfdir. Vallahi sən yaxşı Quran haqqı adamsan. 95% mənə tərəfdir, hamı. Bəli. Vallahi bibi. Yoxsa indi Esmer Yəni- kimlər mənim üçün o deyir, pişikləri deyir, boğa getmişəm. 2 dənəsi oradadıram mənimdə. Bunlar da elə bilirlər. Toyda oxuyan müğənnilər var ki, bazı deyərəm. Prosto Esmer'a. Sen ver ana. Yadma ki orada efirde reklamda Füzuli'ne ağzına gelmişti. Füzuli'yle dalaşmıştı Esmer'a. Ahırı ben dedim ki ben sürüşüm gedirəm. Allah bu divanda sen oturasan. Neter oldu. Ağlaya indi oturdu. Yəni ben ana o gün bir video çıxdı qabağıma, TikTok'daydı deyəsən. Deməli Əkbərdir, sənsən, Salihdir, Salihin qaynanasıdır. Tortun deyəsən Şamın ətrafındasınız. Yəni nəyi demək istəyirəm, amma mehriban eləsin. Hə. O bir dəfə də cəhd elədi ki, Salihlə o qaynanasına ilişsin. Onun qaynanası yerində onun cavabını verdi. Ondan elə qorxur bu dəqiqə. Elə qorxur gəl Hər bir. şey. Salih bize zevk. Yox, əlinə Reklamdan çumluyor arada. Yox, sən özün toy mühəndisisən. Sən özün Minokkadan çıxırsan. Vallahi onu demək istəyirəm mən. Mən indi toy mühəndisini Valla bu aşağılamaq türkü istəmirəm. bilmirdi. Cəlilabadını xırdalanlar Cəlilabadını danışırdılar. Ha, bəs sən onu Xırdalanlar yedirmirsən. Cəlilabaddan danışırdılar ki, o alt paltarı ilə qaçıb bunun yanından. Ki, hələ Bəli, soyub bəli. onu. Bəli. Nə istəyirsən? Bəs mən Mən deyir xırdalanda deyir 4 dənə ev almışdım. Yox, özdə bir şey deyim, bayaq da dedim, Səlibər ana, insan özündə görürsən ki, sən özün qırxaya qədər zibilin içindəsən, sən kiməsə söz atırsan. Özün düz yolda deyilsən axı. İnanırsan, Mənim bayaqdan siz işliyimə görə- danışırsınız, arada bir mən də danışıram. Gözəl orada o köhnələr kimi iş görür. İnanırsan, ona balet edirəm mən burada. Yox, bilirsən nə Vallahi. Mən özdə səni bələnə, mənim eşitdiyimə görə, o bir türklə yaşayırdı. Mən eşitdiyimə görə deyirəm. Ay sən, Adil. Gözümlə Bax, görməmişim. qəşəng. Ha, indi biz də onu duraq əlimizdə bayraq eləyək ki, sən niyə belə eləmirsən? Görürsən, biz görmədiyimiz şeyi danışmır. Amma adını çəkmirəm, bir Naxçıvanlı biri var, adını istəmirəm. Ana qədər istədiyim adamdır, bacı qədər istədiyim. Mənə deyib ki, yerli yataqlı deyib ki. Yazırsınız Ramazan ayında burada qeybət. Sən də qeybət eşitmək istəmirsənsə, yaxşı onda canlıda dayanmadan öz dayanıb sən də günaha nazil olursan. Aysa, qeybət eləyənlər bir günah qazanırsa, qıraq qulaq assanlar 1000 günah. Qeybət eləyirsən, sən əgər günah bilirsənsə çıx get də. Niyə də dayanırsan ki? Səni ben ana, o niyə bilsən mənim adımı çəkir? Çünki mən gözələ bacı demişəm. Deyir ki, bunun gözəl bacısıdırsa və görəsən anası kimdir? Yəni gözəl pis qızdır ki, mən pis qıza bacı deyirəm bəyəm. Gözələ nə olub ki? Allah yarattı ben diyen ağıl. Ay insan, ay gözəl insan. Ay bu gözəlim, bax bu dəqiqə, bax. Atılan dırnağına çat. Gözəlim, bax bu şükür Allaha bu görkəmi. Bax bu köhnə o qadınlar kimi, anamız, nənələrimiz kimi iş görür burada. Noruz bayramına hazırlaşır. Ailəsi uşağının yanında. Dizinin üstünə o palatkanı sərib ki, tronkanı.
yer batmasın, işini görür. Valla köhnələr eləyirdi bunu. Mən nənəmi belə görürdüm. Allah senin ben ana, senin anan, benim ana, bizim analarımız pakalinesi olan adamlar eləyirdi. İndi Valla. Gözəl pakaliniyasında olan yok bər bax. Gözəl pakaliniyası. Əhsən, çox mərd qadın. Mən bunu tanımırdım, tanıdım əvvəldən. Yəni gəlməmişdən tanımırdım. Ay Turan, qulaq as, gör nə deyirəm. Gözəl pakaliniyasında olan, hansı ki o Esmeralda canlısında qoşulan o dırnaq arası qadıncıqlar, hansı bir üstünə sərib oturub fındıqsındır. Görmüsən? Mən görməmişəm. Ay qardaş, eşidirsən, özünə hörmət edən insandır, normal qadındır, ailəsinə uşağının Novruz bayramına hazırlaşır. Mən dəstəkləyirəm bu insanı. Gürkanın canlısında, Esmeralda canlısında çıxan bir qadın deməmişdi ki, deyir mən xəmiri yeyib hazır alıram, xəmir də yoğura bilmirəm. Belə adamla nə gözləyir dırnaqlarıma görə? Niyə yoğurmursan ki? Arvad deyilsən. Yox, deyir dırnaqlarıma görə edə bilmirəm. Dırnağımı kəs at o tərəfə də, əsr fədakar ana ol da. İki yumurtanı bir-birinə çıxara bilməyən qadın durur burada Füzuliyə, gözələ qadınlıq dərsi verir. Füzuli gözəllə xəlbəti evlənməyib. Xəlbəti yaşamır. 10 milyon adamın yanında el-ələ tutub gediblər. Çünkü o boşanır, Allah gözəl. Mənim sözüm, mənim buradan dediyim söz də kiminsə xoşuna gəlmirsə, qoy ona cız eləsin qara tavada. Bəli. Kübra xanımdan xeyir dua verdi. Sənbər xala da xeyir dua verdi. O boyda Zahir müəllim də xeyir dua verdi. Hamısı o da xeyir dua verib çıxıb gəldik bəri. Allah'ın da olsun. Mən heç kimin balasını istəmərəm ki, tək qalsın. Qadın tək qalmağı çox çətindir. Yox, əlbəttə yox. Sənubər ana, görüm nə deyirəm, ay Sənubər ana, eşitirsən məni? Ay Sənubər ana. Sənə qurban, indi bizim əlimiz ünümüz yetmir də, ora çatmır bizim əlimiz, oradasa. Arada bir eşitdir Rızar müəllimə ki, bu gelib evində bir veriliş açıb. Reketliyi eləyir, onu orada söyür, bunu burada söyür, bunu orada təhqir edir. Deyiblər, 40 dəfə. Mən özüm demişəm, mənim adımı çox çəkib burada. Axşam kayıtları, dostlar, akşamüstü kayıtları gəlibdi mənə. Deyir ki, Anna deyir ki, gözəllə Hira, normal yaz, Allaha and olsun bir dəqiqə canlı boy səssiz atıb sənə atacam blokka. Mən baxıram bir dəqiqə, elə bilmə baxıram. Anna deyir. Sonra Arzu da deyir ki, Füzuli ilə gözəl tak kravatda bu da oyunlar çıxardım. Mən Zahir müəllim də bilirdi mənim xəsiyyətimi. Hamısı bilir ki, mən orada nətər ciddi aparmışamsa. Mən qərət eləyərəm, pox yerəm Nəsirimin ağzı ilə. Yaxşı, sənə bəli anamız burada 3-4 danışaq. Qoşur Nəsirimin canlısına. Gözəl Aysimanla belə elədi ki, mən milyon cəmatı içində Aysimanın əlindən tutdum. Desə nə Esmer bir yandan. Nəsən xala? Esmeralda ana normal şəkildə təklif elədi, ailə qurmaq istədi. Burada nə var ki, Arzuma da rədd elədi. Burada nə var ki, gözəl ondan nə itirdi? Ay qardaş, bir insan ailə quranda başıma dönüm. Bunu bir dəz bir kənd, bir rayon bilir da. Burada nə var ki, bir respublika bilir. Qəbahət bir şey var mı bəyən burada? Herkesten gizlin ola bilər. Allah'tan heç kimin ailə qurduğu gizlin deyil ki. Ailə qurub da bu insan. Əlbəttə. Gör nə deyirəm, sən də rol arxasındasan, mən də rol. Qulaq as, sən də rol arxasındasan, mən də rol arxasında. Biz çöl bayır adamları da görürük, götürürük. Sənubər ana da bizlə razılaşar ki, gözəl özdə bilir. Azərbaycanda nə edirsən gizlin elə. Gözəl kimi aşkarada elədinsə gülləyə basırlar, tüfəngə basırlar, topa basırlar. O adam ailə qurubda nə edir ki? Mənəm Arzu kimi mən 19 yaşında oğlanın qabağını qırpmamışam. Bəli. Arzu kimi insan. Mənəm onu hərəkət eləməmişəm. Pox yerəm Nəsirimin ağzı. Sənubər ana O gün, bir dəqiqə özür istəyirəm gözəl. O gün mənə attığım videoda olan qızdan danışırsan. Ama Arzu'nun Mən andola Allah'a mən o videoya baxdım. Nifrət elədim. Gör övlad özü nə vəziyyətdə apara ki, bir ata qızına o sözü dəri deyə. Qulaq as, atanın günahı var. Yox. Atanın günahı yoxdur. Atanı o vəziyyətə salır. Ata onu övladlıqdan silir və kənar biri bilir ağzına gələn rüsva edir. Deməli, Sənubər ana eşitdiniz məni qadana.
Buyur, buyur, atam buyur. Gənclikdə öz sinif yoldaşımın məndən bir parta arxasında oturan qızın mən elə bir yerdən götürdüm ki, adını çəkmirəm də, ədəbsiz bir yer idi. Yok. O məni- Füzuli gözəlle bir yerdedir. Allah inşallah həmək axıra kimi olsunlar, olacaqlar inşallah. Bir yerdedir Füzuli bu dəqiqə işlədi. Hər şey yaxşıdır şükür Allah. Narahat olmayın. Elə bir yerdən götürdüm səni bədana. Yəni mən belə deyək də özümə utandım. Və onda bir daha dərk elədim ki, nə edirsən gərək gizlin eləyəsən. İndi bu adam ailə qurub. Bu adamın günahı nədir səni bədana? Bax bu adam ailə qurub. Amma qeyri-rəsmi qurub da niyə? Bu günahı nədir? Olacaq da, qurbanım Allaha olacaq. Bahar, mən burada bir söz deyim. Bahar, sən o gün... Bir dəqiqə, üzünü istəyirəm, gözəl. Bahar, bayaqları sən o günkü canlıda, bayaqdan da yazırsan, o günkü canlıda sən çıxıb müsafirdə ağzıva gələni qatıqlayan qadınsansa, elə qadının bu canlılarda yeri yoxdur ki, özüvə lazım olan ünvanda özün kimi insanlar tap. Mən bilirəm sən kimsən, müsafirdə sözü dedim və getdi. Bu Esperanə Sonan canlısından gələnlərdir. Çıxdı müsafirdə, gözələ bilirsən, çox biədəb söz işlətdi. Çünki özləri Gözəl bildiğin o kim idi? Bahar. Bildiğin kim idi o? Həmin kadın idi. 2 sıra yazmışdı. Onda gördüm ki hemen şimdi yadıma düştü sırası. Gözəl gör nə deyirəm, ay gözəl. O Nehir Ersoy var, Ezo deyirsən, Səni işdən o çıxardıb da düzdür. Nəyi? Mən tabii. Nehir Ersoy səni. Sən bilmirəm, Füzulini. Füzulini nə tərik qoydum. Belə telefonu elədim. Uşağın o bir telefonu. Gördün mü o işi? Uşaqların dədəsi də çıxıb onun canlısına. Təzə səhifə açıb. Ağzına gələni deyir ki, dədəsi deyir, uşaqların dədəsi. Füzuli almenti gir. Füzuli də dedi ki, mən eşkəsin almenti deyirəm. Mənə o isə qayıdıb deyir ki, direktə çıx, nömrəmi atıram sənə. Mən nömrəmi atırdım, direktə sənə sözüm var, WhatsApp-la. Ne oldu? Hindiye kimi uşaqların nənəsi, dədəsi o işe getmədi. Məhər Olis'ten canlıdan çıxan kimi onu doldurdu, o yapardı. Niye yalan danışırsınız, hə? Ama Allah'a kurban olum, getdi. Benim qaynanamdan uşaqların keçmişi, nənəsiyle dədəsi. Allah yaxşı Allah'tır. Ne olsun iş yerine getməyinə. Gəncəli, o sözü mən sənə deyirəm və sənin əzizlərimə deyirəm, bildin? Gedindi. Kardeşim, bak size Bir şey değil değil mi? Kiminse iş yerine getmə, baskın eləmə, cinayet taşınmır. Sənə taşır, bəli. Deyir də, gözəl. Bəs mən sənə o gün nə deyirəm? Deyirəm ki, bunu yerdə qoyma. Ay qız. Gözəl. Kiminse o. Sən qulaq as. Bəri bax, sən qanunlarda başa çıxan qızsan, bilmədiyi də qoy mən sənin qardaşın desin də. Mən sənin qaqanam, böyük qaqanam. Sən burada polnu haqlısan ki, onları süründürməyə. Bir çömə iş yeri. İş yeri nədir? Nə dəxli var bunun? İş yerinin nə adiyyatı var?